İranla Amerikanın arasında olan razılaşmadan nə bilirik? Bəziləri buna İranın qələbəsi deyirlər, bəziləri isə xəyanət olub iddiası edirlər. Bəs həqiqət nədir? Gəlin bir yerdə araşdıraq və həqiqəti üzə çıxardaq. Bismillahirrahmanirrahim. Və mən nəsr illə min indillahil azizil hakim. Salam aleykum əziz və hörmətli izləyicilər. Hamınızı salamlayıram və Məhərrəm ayının gəlişi münasibətilə sizlərə başsağlığı verirəm və ümid edirəm ki, əzadarlıqlarınız ali dərəcədə qəbul olsun. Bildiyiniz kimi, dünən gecə saatlarında Doktor Pezeşkiyan İran İslam Respublikasının hörmətli prezidenti və Donald Trump Amerika prezidenti tərəfindən bir razılaşma imzalandı və bununla da İranla Amerikanın razılaşma sənədi rəsmi şəkildə artıq həyata keçdi və bir növ bu hal-hazırda dünyanın yenidən gündəmini özünə zəbt etdi. Və bildiyiniz kimi müxtəlif suallar yaranır, müxtəlif şübhələr ünvanlanır və bu haqda çoxlu şəxslər fikir bildirirlər. Və təbiidir, çünki dünyanın gündəmini özünə zəbt edən bir mövzudursa, müzakirə səbəb olacaq və özü üçün razı olanları və müxaliflərini də özü ilə birgə gətirəcək. Bu aydın bir məsələdir. Yalnız burada nigaran edici bir mövqe budur ki, bir növ kampaniya var, bir növ fitnə var, bir növ düşmən tərəfindən bir hilə var. Necə ki, bu İran İslam Respublikasına qarşı 47 ildir ki, düşməni fitnəsi və hiləsi olub, bu gün də var və bu razılaşmanı ki, məhz İran İslam Respublikasının qələbəsidir. Bu razılaşma ki, İran İslam Respublikasının qələbəsinin sənədidir. Bunu xəyanət kimi göstərmək istəyirlər, bunu satqınlıq kimi göstərmək istəyirlər, bunu İranın məğlubiyyəti kimi göstərməsi istəyirlər. Bəziləri deyirlər ki, İranla Amerika razılaşıb, onda İraq şiələrinə matəm saxlayın. Nə matəmi saxlayın, bu qələbədir, nə danışırsınız siz? Bəziləri bunu xəyanət kimi adlandırırlar. Hansı xəyanətdən danışırsınız? Deyirlər ki, bizim şəxsi nəzərimizdir ki, bu xəyanətdir. Belə bir mühüm məsələdə şəxsi nəzər mi olar? Əgər bilmədiyiniz bir mövzu varsa, əgər başınız çıxmırsa, ən azından danışmayın, ən azından bir başqalarına qulaq asın və dünya dağılmaz ki, biz bilmədiyimiz şeylər haqqında həmişə fikir bildirməyək və bu çox önəmli bir məsələdir. Əgər sərt yanaşıramsa, əgər bu qədər sərt və pərdəsiz işarə edirəmsə, buna görədir ki, bəziləri çalışırlar ki, bu qələbəni və bu qələbədən sevinən və bu qələbəni meyl edən möminlərə bu qələbəni azıtsınlar, zəhər qatsınlar və məyus etsinlər. Baxın, bizim 3 model auditoriyamız var. Ağ təbəqə, qara təbəqə və boz təbəqə. Biz boz təbəqəni ağ təbəqəyə qatmaq istədiyimiz anda bəziləri gəlirlər və ağ təbəqəni qaralamaq istəyirlər. Möminlərin qəlbinə şübhə salırlar. Möminlərin arasında ixtilaf yaradırlar və onları bu qələbəyə və İslam ümmətinin bu tarixi və şanlı qəhrəmanlığına qarşı soyutmaq istəyirlər və bu məsələyə qarşı ən azından elə zənn edirəm ki, sussaq böyük xəyanət olar və ona görə də əlimdən gələni edəcəm və aydınlıqlar gətirəcəm. Birinci, əgər istəyiriksə görək ki, bu qələbədir, yoxsa xəyanətdir, ən azından mətnə baxmaq lazımdır. Baxın, mətn, dəqiq mətn və son və nəhai və təsdiqlənmiş mətn dünən gecə saatlarında gəlib, yəni yayımlanıb. Ondan öncə isə çoxları danışırlar bu haqda. Mən özüm 2 gün bundan öncəki rəsmiləşdi ki, belə bir razılaşma olacaq. Gəldim, danışdım, araşdırdım və nəhai olmayan mətni ki, mətn yəni müəyyən yerlərdən məhdud şəkildə əldə etmişdim, amma heç bir işarə etmədim. Niyə? Çünki rəsmi şəkildə yayımlanmamışdı. Yayımlanmayan bir mətn haqqında siz necə xəyanət adı verə bilərsiniz? Mənə çox qəribədir. Baxın, bu kampaniyadır, bu fitnədir. İran daxilində var. Bəli, İran daxilində də bu sözləri danışanlar var. Məsəl üçün, indi hamı qəsdi qərəzli eləmir. Bəziləri var ki, indi mömindirlər, savadlıdırlar və başqa yerdə yaşayırlar. Baxırlar İran daxilində ki, hansısa məhdud bir şəxs ya şəxslər danışırlar. Onlara istinad edib deyirlər ki, xəyanət olub və satqınlıq olub və filan. Bəs onların fərq budur ki, İranda bir nəfər gəlib belə danışanda 100 nəfər gəlib onların cavabını verir və xalqı qane edir və xalqa aydınlıq gətirir ki, xəyanət yoxdur. Xalqa izah edir. Amma bizdə təəssüf ki, belə deyil. Bir nəfərin auditoriyası var. Məsəl üçün 5 min, 10 min, 50 min nəfər və onlar yalnız onu izləyirlər. Deyirlər ki, mömindir, savadlıdır, imanlıdır və dindar adamdır, ona güvənirlər və o nə desə ona da qulaq asırlar. Ona görə ona da cavab verən olmur
və bu səbəb olur ki, möminlərin qəlbində və düşüncəsində şübhə yaransın. Ona görə baxın, mətn dünən gecə saatlarında çıxıb. Gəlin bu mətni bir yerdə araşdıraq. 14 mətnlik bənddir ki, əməkdaşlarım burada sizə tam versiyasını göstərəcəklər və mən onun qısa şəkildə sizə izah edəcəm. Birinci bənddə deyir ki, İran, ABŞ və müttəfiqləri bütün cəbhələrdə müharibəni daimi olaraq dayandıracaqlar. Bu, yəni baxın, Amerika istəyirdi ki, İslamabaddakı olan danışıqlar, bütün bu 60 gün ərzində olan danışıqlarda istəyirdi ki, aparsın danışıqları nüvə sazişnaməsi və nüvə haqqında, nüvə zənginləşdirmə haqqında olan məsələlərə. İran İslam Respublikası isə qəti şəkildə və möhkəm şəkildə deyildi ki, birinci şərt müharibənin tam şəkildə dayanmalı olmalıdır. Baxın, orada qeyd olunur. Diqqət edin burada. O cümlədən Livan cəbhəsində. Yəni, Livan cəbhəsində də Amerika və Amerikanın müttəfiqləri bu anlaşma memorandumu imzalamaqla, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir. Livan cəbhəsində müharibənin dayanması elan olunur və sonra gəlir aşağıda deyir ki, həmçinin Livanın ərazi bütövlüyünü və suverenliyini təmin edəcəklərini öhdələrinə götürürlər. Livanın hal-hazırda cənubunda kəndlər, rayonlar işğal olunub İsrail tərəfindən və onlardan İsrail geri çəkilməlidir. Niyə? Çünki Amerika burada öhdəlik daşıyır ki, Livanın ərazi bütövlüyünü təmin etsin. Bu birinci şərtdir. Kimin xeyrinədir burada? Müharibə dayandırılmalıdır. İran məgər müharibəyə başlamışdı. İran məgər hücum etmişdi ki, müharibənin başlamasından İran məğlub olsun ya İran narahat olsun. İran oturduğu yerdə İrana hücum oldu. Hücum İranın ali məqamlı rəhbərini şəhadətə yetirməklə, 168 uşağı məktəbdə şəhid etməklə başlamışdı. İran müharibə başlamayıb ki. İran özündən müdafiə edirdi və bu müharibənin bitməsi, Livanda müharibənin bitməsi, Livanın ərazi bütövlüyünün təmin olunması əlbəttə ki, İranın böyük nailiyyətidir ki, bu əldə olunur. 2. Hər iki tərəf bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcək. Baxın, bu ikinci şərtin qısa variantı, yəni bir cümləlidir. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməyi, daxili işlərinə müdaxilə etməməyi öhdələrinə götürürlər. Neçə ay bundan öncə ixtişaş olmuşdu burada. Neçə ay bundan öncə İranda qarşılıqlar olmuşdu. Amerika prezidenti deyirdi ki, mən İran xalqının köməyinə gələcəm. Hansı ki, ixtişaşçılar idilər. Amerika prezidenti dedi ki, mən Kürdlərə silah yetirmişdim ki, İranda daxili müharibə yaratsınlar. Amerika prezidenti dedi ki, bu ixtişaşları biz orada həyata keçirmişik. Onun keçmiş Milli Təhlükəsizlik müşaviri deyirdi ki, bizim casuslarımız Tehranda xalqla bir yerdədir. Mossad açıq-aşkar deyirdi ki, bizim agentlərimiz hal-hazırda Tehranda əməliyyat həyata keçirirlər. Həmən ölkə, həmən ABŞ prezidenti hal-hazırda söz verir və imzalayır ki, bir daha İranın daxili işlərinə qarışmayacaq. İrana qarşı bunlar hücum edəndə Donald Trump deyirdi ki, mən İranın xəritəsini müharibədən sonra belə görməyəcəm. Yəni oradan torpaq ayırmaq istəyirdi, İranın tikə-tikə bazı ölkələrə çevirmək istəyirlər. Həmən prezident gəlib hal-hazırda söz verir və deyir ki, İranın ərazi bütövlüyünə mən hörmət edəcəm. Bu qələbə deyilmi? Baxın, bu 1 ilə 2 Livan cəbhəsi daxil olmaqla bütün cəbhələrdə müharibə dayanır. Yəməndə də müharibə dayanır. İraq xalqına matəm tutun, yaz saxlayından. İraqda da cəbhə dayanır. Livanda da dayanır, Yəməndə də dayanır. Baxın, bunlar bundan öncə müqavimət cəbhəsini ümumiyyətlə rəsmiyyətə tanımırdılar düşmən tərəf. Deyirdilər ki, bunlar terroristlər. Deyirdilər ki, bunları yer üzündən məhv eləmək lazımdır, silahlarını əldən almaq lazımdır. İlk dəfədir ki, bunlar gəlib bu cəbhəni rəsmiyyətə tanıyırlar və onların suverenliyini və onları rəsmiyyətə tanımaqla deyirlər ki, biz bunlara qarşı hücum etməyəcəyik. Həyata keçəcək, keçməyəcək bu kağız üzərindədir, ya əməliyyatda da, ya realda da baş verəcək. Yox, bunu bəhs edəcəm ətraflı şəkildə inşallah. Kağız üzərində bütün dünya bunu görür də, bu bir sənətdir. 2. Gəlib ilk dəfədir 47 il İran İslam Respublikasının İslam inqilabından bu günə kimi olan həyatında ilk dəfədir ki, Amerika gəlir və bir növ söz verir, imzalayır və bütün dünya qarşılığında, bütün dünyanın gözünün qarşısında deyir ki, mən İran İslam Respublikasının ərazi bütövlüyünə necə deyirlər, hörmət göstərəcəm və daxili işlərinə müdaxilə etməyəcəm. Bu ilk dəfədir ki, 47 il İran İslam Respublikasının tarixində baş verir. Bu qələbə deyilmi, əziz
izləyicilər. 3. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları maksimum 60 gün müddətində tərəflərin razılığı ilə uzadıla biləcək danışıqlar aparmağa və yekun saziş əldə etməyə sadiq olduqlarını bəyan edirlər. Baxın, bu bir razılaşmadır. Bu bir ki 60 gün ərzində digər məsələlər haqqında da danışıqlar aparacaq. Niyə 60 gün müddəti? Doktor Qalibov dünən axşam saatlarında çox geniş və ətraflı bir söhbət etdi, bir çıxış etdi və orada qeyd etdi ki, baxın, bundan öncə necə olub? 120 il, biz bundan öncəki 120 ilə baxanda Amerika dövlətinin, bunu Doktor Qalibov demir, mənim öz qeydimdir. Amerikanın tarixinə baxanda müxtəlif ölkələrlə, müxtəlif qurumlarla, müxtəlif güclərlə Amerikanın müzakirələrinə baxanda bir növ qayda var Amerikanın müzakirəsində. Fərqi yoxdur hansı dövlət iş başında olur. Respublikaçılardan olur, yoxsa demokratlardan olur, Trump kimisi olur, Biden kimisi olur. Fərqi yoxdur. 120 il bundan öncəyə, bu günə qədər baxanda həmişə Amerika masaya gələndə qarşı tərəfə deyir ki, sən bu addımları, müəyyən şərtlər qoy, bunları həyata keçirməlisən ki, mənim etimadımı əldə edəsən, mənim güvənimi əldə edəsən. Həmişə Amerika bu vəziyyətdə. 2015-də İranla Həsən Ruhaninin prezidentliyi vaxtında, o tərəfdən də Barack Obama'nın prezidentliyi vaxtında da nüvə sazişnaməsi ki, İranla Amerika arasında razılaşmışdı, əldə olunmuşdu. Orada da elə idi. Və Həsən Ruhaninin da kim olduğunu və necə adam olduğunu hamı bilirik və 8 il bu ölkəyə nə zülmlər və xəyanətlər etdiyini də hamı bilir. O məsələyə daxil olmaq istəmirəm. Gəlirlər İranda 11 ton uranyumu, zəncirlənmiş uranı təhvil verirlər və onlar dedilər şərtlər həyata keçirirlər ki, sanksiyalar ləğv olunacaq, bloklanmış pullar azad olunacaq. Etimadlarını əldə etmək üçün, yəni Amerika tərəfinin etimadını əldə etmək üçün mühüm şərtlər həyata keçirirlər. Amerika tərəfi isə öz şərtlərini və öz vəzifələrini həyata keçirmir. Və bu da Amerikanın, yəni təkcə İrana qarşı çox yerdə həyata elədiyi məsələlərdir ki, yəni onlar üçün qaydadır. Ona görə bu 60 gün müddətində Amerika niyə 60 gün şərti qoyur? Doktor Qalibov burada onu izah edir ki, çünki İran orada şərtlər qoyur. Bir, Livan cəbhəsində müharibənin bitməlidir, Livanın ərazi bütövlüyünün təmin olunmasıdır, İranın bloklanmış pullarının azad olmalıdır, dəniz mühasirəsi aradan qaldırılmalıdır. İndi hamısını qeyd edəcəm. Və neçə dənə digər şərtlər var. Bunların hamısını Amerika etməlidir. İranın güvənini və etimadını əldə edəndən sonra İran növbəti məsələlər üzərindəki nüvə və sanksiyaların tam şəkildə aradan götürülməsidir. O haqda danışacaq. İlk dəfədir tarixdəki Amerikaya qarşı kimsə gəlir və deyir ki, mənim etimadımı əldə etmək üçün filan şərtlərini həyata keçir, mən oturum sənin istədiyin məsələdə səninlə danışım. 3 aydan artıqdır ki, Donald Trump İranın ancaq nüvə məsələsindən danışır ki, İran atom bombası əldə etməməlidir. İranın o zəncirlənmiş uranın biz ələ keçirməliyik, İranın o zəncirlənmiş uranı məhv olunmalıdır. İran atom bombası əldə etmir. Oturur futbolçuların danışanda İranın atom bomba əldə etməməyindən danışır. Fransa da oradan danışır. Hara gedir bu adam İran atom bombasından danışır. İran deyir atomdan danışmaq istəyirsənsə 60 gün sonra, 60 gündə mənim dediyim şərtləri həyata keçirəcəksən, mənim güvənimi əldə edəcəksən. Əgər həyata keçirsən, mən gəlib bu haqda hələ təzə başlayacağam səndən danışmağa. Siz necə bunu məğlubiyyət kimi cəmaata göstərə bilərsiniz? İlk dəfədir tarixdəki belə bir şərti Amerikaya kimsə məcbur edir ki, imzalasın. 4. Bu anlaşma memorandumunun imzalanması ilə Amerika Birləşmiş Ştatları İran İslam Respublikasına qarşı tətbiq etdiyi dəniz mühasirəsini, habelə hər cür maneçilik və məhdudlaşdırıcı tədbirləri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində dəniz mühasirəsinə tam şəkildə son qoyacaqlar. Burada bir qeyd əlavə edim ki, bu mətni yazılanda Doktor Qalibovun söhbətindən mən sizə deyirəm bunu, dünən axşamki olan söhbətindən. Orada qeyd edir Doktor Qalibov. Deyir ki, bu 30 gün ərzində olmalıdır və biz mühasirəni, yəni dənizdə olan mühasirəni hərbi güclə aradan qaldırmaq istəsəydik, 40 günlük müharibədən 2 qat, 3 qat daha ağır müharibə həyata keçirməliydik. Müharibənin mahiyyətindən danışır, silah sursat və texniki və əməliyyat baxımından, hərbi baxımından. Yalnız bir məsələ baş verdi və o məsələ nə idi ki, onlar son gün Zahiyəyə hücum etdilər. İsrail Zahiyəyə hücum etdi və İran da qəti şəkildə dedi ki, cavab verəcək. Bizim də hamımız gözləyirdi ki, İran hücum edəcək, ağır cavab verəcək. Necə ki, demişdi ki, Beyruta hücum etsəz, bizə Hayfa və Şimalı vuracaq. Və onlar da vasitəçilər tərəfindən başladılar israrla, yalvar-yaxırla ki, hücumu dayandırın filan və bəsməkan və İran tərəfi razılaşmırdı. Son ana qədər 2 imtiyazı Donald Trump tərəfindən İran tərəfə verildi və İran
O iki imtiyazın əvəzində razılaşdı ki, Livana hücum etməsin. Bu şərtlə ki, Şeyx Nəsim Livandan razılığını bildirdi ki, bəli bu iki şərti həyata keçirərlərsə, biz razıyıq ki, Zahiyəni vurmağın intiqamını almayın. Baxın, Livana dedilər ki, baxın Şeyx Nəsimə, Livan cəbhəsinin rəhbərinə dedilər ki, Amerika belə bir şərt qoyub. Əgər siz razısınızsa biz bu şərtləri qəbul edək və vurmayaq və Livan cəbhəsinin rəhbəri razılığını bildirdi. Birinci nə idi? Livan ərazi bütövlüyü. Baxın, bunlar atəşkəs üzərində danışırdılar. Livan ərazi bütövlüyü ki, yəni İsrail Livanın cənubundan geri çəkilməlidir həmən son saatlarda. Donald Trump tərəfindən imtiyaz verildi ki, İranın cavab verməsin və bu dəniz mühasirəsi ki, 30 gün ərzində tədrici şəkildə yavaş-yavaş aradan qaldırılmalıdır, dərhal aradan qaldırıldı. Bazar günü gecəsi də saatlarında ki, bu elan olundu. Baxın, Donald Trump'un özü ilk dəfə qeyd etdi ki, bu andan etibarən İranın dəniz mühasirəsi aradan qaldırıldı. Qarşılığında da gəldi, dedi ki, və qarşılığında Hörmüz boğazı da açıldı. Doktor Qalibov deyir ki, mən həmən an etiraz etdim və vasitəçilər dedim ki, ona deyin sözüm düzəltsin. Hörmüz boğazı bu gündən açılmır. Və var da bunlar hamısı gedib araşdıra bilərsiniz. Yəni özümdən demirəm bunları. Donald Trump bir neçə dəqiqə sonra düzəliş verdi və yeni Twitter'ında yazdı ki, dəniz mühasirəsi bu dəqiqədə etibarən götürüldü və Hörmüz boğazı çox yaxın bir günlərdə açılacaq. 5. Bu anlaşma memorandumunun imzalanmasıyla İran İslam Respublikası maksimum sayıyla Fars körfəzindən Oman dənizə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz keçidi üçün yalnız 60 gün müddətində və ödənişsiz əsasda müvafiq tədbirlər görəcəkdir. Hörmüz boğazı adı burada istifadə olunmur. Niyə? Çünki beynəlxalq qanunlar var və beynəlxalq qanunlarda Hörmüz boğazının beynəlxalq sular və ya beynəlxalq boğaz olduğu və ya İranın ərazi olduğu məsələsi çox mübahisəli mövzu olduğuna görə və qarşı tərəf nə vaxtsa bundan sui-istifadə edib öz sözlərindən geri çəkilməyi məsələsi olduğuna görə İran Hörmüz boğazı sözünü burada, bu lüğəti burada çıxardır və orada deyir, Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz keçidi. Hörmüz boğazı ifadəsini buradan götürür. Və bu, mən sizə oxuduğum qeyd, mətn dəqiq ingiliscə olan mətndən tərcümə olunmuşudur. Ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq, bu 60 gün ərzində, yəni texniki və hərbi maneələrin aradan qaldırılması, eləcə də İran tərəfindən mina təmizləmə əməliyyatlarının aparılması nəzərə alınmaqla 30 gün ərzində tam şəkildə bərpa ediləcək. Yəni yavaş-yavaş 30 günə qədər əvvəlki trafikə qayıdacaq. Və 60 gün ödənişsiz olacaq, onu indi izah edəcəm sizə ki, niyə? Niyə 60 gün İran burada qəbul edir ki, bu keçiddən pul almasın? Bunu mən qeyd edim, sonra keçək bu elə 5-ci bəndin davamına. Niyə İran burada deyir ki, 60 gün pul almayacaq? Bu çox sui-istifadə olunan bir mövqedir. Bunu mən sizə izah edim. Baxın, 60 gün İran deyir ki, mənim razılığımla, mənə xəbər verməklə və mənim tapşırığım və nəzarətimlə buradan keçid həyata keçirəcək. 60 gün yalnız. 60 gündən sonra pul alacağım, amma 60 gün ərzində ödənişsiz şəkildə buradan keçə bilərsiniz. Ticarət və maliyyə dövriyyəsi ən qorxaq gücdür dünyada. Hər balaca bir risk dünya iqtisadiyyatında və ticarətdə və maliyyə dövriyyəsində gördüyünüz kimi və bildiyiniz kimi çox böyük təsir olur və çox risk alır. Ona görə də bundan öncə dünyada xüsusən də gəmi və dəniz nəqliyyələri Vaşinqtona və qərb sisteminə bağlı idi və onların razılığı olmaqla həyata keçirdi. Məsəl üçün 2015-ci ildə o dediyim nüvə sazişnaməsinin tərəfindən Amerika gəldi və İranda olan sanksiyaları müəyyən miqdarını ləğv etdi. Həmin vaxtı Barack Obama'nın vaxtında. Heç bir investisiya ölkəyə daxil olmadı. Heç bir qərbi şirkət gəlib İranda pul yatırım etmədi və burada ticarət etmədi. İranlılar səbəbini soruşanda o qərbi şirkətlərdən deyirlər ki, Vaşinqton bizə icazə vermir və deyir o təhlükəsizliyi qorunmur. Hal-hazırda qərbin həmən prosesini və qərbin Amerikanın imperiyasının çöküşünün bir modelidir ki, İran bu 60 gündə deyir mənim razılığımla sığorta şirkətləri, nəqliyyat şirkətləri, gəmi şirkətləri və neft şirkətləri hamısı mənim razılığımla və mənim icazəmlə gəlib buradan keçid edə bilərsiniz. Dünyanın ən mühüm boğazıdır da bu. İstər enerji baxımından, istər başqa baxımdan, yəni hər cəhətdən Hörmüz boğazının yəni ən strateji və ən önəmli boğazıdır.
Və İran gəlir bütün o qaydanı pozur və deyir ki, bundan sonra maliyyə və ticarət riskinin və təhlükəsizliyinin təmin edənlərdən də biri mənəm. 60 gündə bunu təsbit edir, bunu möhkəmləşdirir və bunu rəsmiyyətə 60 gündə bütün dünyaya bunu hakim etmək istəyir ki, buranın ixtiyarı mənim əlimdədir, buranın təhlükəsizliyi mənim əlimdədir, buranı qorumaq mənim öhdəmdədir və buradan keçmək üçün mənimlə danışmalısınız. Bununla da təsbit edəcək və 60 gündən sonra başlayacaq lazımlı və kifayət qədər pullanmağa. Və davamında da deyir ki, Oman Sultanlığı ilə beynəlxalq hüquq və boğazın sahilyanı dövlətlərinin suveren hüquqları çərçivəsində danışıqlar aparacaq İran. Yəni baxın, İranın burada hüquqları rəsmiyyətə tanınır və Oman Sultanlığı ilə bu Hörmüz boğazı müştərək olduğuna görə İran Oman Sultanlığı ilə oturacaq və bir qanun tətbiq edəcək və o Hörmüz boğazında icra edəcək. 6. Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı məqsədi ilə tərəflərin razılaşdığı minimum 300 milyard ABŞ dolları həcmində maliyyələşməni nəzərdə tutan konkret proqram yaratmağı öhdəsinə götürür. Ali məqamlı rəhbərimizin o kəlamını mən xatırlatmaq istəyirəm ki, qeyd etmişdi müharibə gedərkən. Dedi ki, İrana vurulan ziyanları ya ödəyəcəksiniz, ya özümüz sizdən alacaq, ya məhz o qədər sizə ziyan vuracaq. Xatırlarsınız da, bunu Ali məqamlı rəhbərimizin Ayətullah Seyyid Mustafa Xameneyinin ilk bəyanatındaydı. Amerika burada belə bir şərtlər qoyur ki, özü verməyəcək, ərəblər verəcəklər, bu ziyan deyil, bu investisiyası ki, orada qoyulur və müxtəlif adlar qoymaq istəyir, amma əziz izləyicilər, heç kəs burada dünyanı alada bilməz. Bu, Amerikanın İrana verdiyi rəsmi şəkildə ziyanlardır. Amerika vermir, Ərəbistan versin. Amerika vermir, Qətər versin. Nə fərqi var? Əsas odur ki, İran bu pulu Amerika tərəfindən tutub ala bilir. Bu, mən təəccüb edirəm ki, bu cürə şərtləri ki, hələ bura qədər ki, mən yarısını oxumuşam, bir dənə Amerikan xeyrinə olan bir şey yoxdur. Buna necə xəyanət deyə bilərsiniz? Buna necə satqınlıq deyə bilərsiniz? Buna necə matəm saxlaya bilərsiniz? İnsaf da yaxşı bir şeydir, Allah and olsun. 7. Amerika Birləşmiş Ştatları İran İslam Respublikasına qarşı tətbiq edilən bütün növ sanksiyalara, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin qərarlarına və ABŞ-ın bütün bir tərəfli sanksiyalarına, həm ilkin, həm də ikinci dərəcəli sanksiyalara yekun sazişin bir hissəsi olacaq, qarşılıqlı razılaşdırılmış vaxt cədvəli əsasında son qoymağı öhdəsinə götürür. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları yuxarıda qeyd olunan sanksiyaların ləğvi məsələsinin fundamental əhəmiyyətini qəbul edir və bu mövzularda qarşılıqlı razılıq əldə etmək məqsədi ilə danışıqlarda onlara təxirə salınmadan baxılması niyyətlərini ifadə edirlər. İranın bütün sanksiyaları, baxın biz həmişə nə deyirik, 47 ildir İran sanksiyalardadır, 47 ildir İran sanksiyalarla üzləşir və bu çətinliklər, iqtisadi böhranlar və filan. Hamısının götürülməsi 7-ci bənddə şərt olunur, təxirə salınır bu 60 günlük müzakirədə. Yəni bu blokadanın aradan götürülməsi, o dəniz mühasirəsinin aradan götürülməsi, ondan sonra Livandakı cəbhədə müharibənin bitməsi, İranın bloklanmış pullarının azad olunması və sair şərtlər ki var. Onlar olandan sonra iki məsələ üzərində 60 günlük danışıqlar gələcək. Birinci məsələ bu Amerikanın sanksiyalarının götürülməsi, bütün sanksiyalar, BMT-də olanlar, ilkin sanksiyalar, ikinci dərəcəli sanksiyalar, bütün sanksiyaların hamısının aradan götürülməsi müzakirə olunacaq və 8-ci qeyddən bir yerdə, 8-ci bəndlə bir yerdə bunlar müzakirə olacaq ki, 8 oxuyuram sizin üçün. İran İslam Respublikası bir daha təsdiq edir ki, nüvə silahı istehsal etməyəcək və əldə etməyəcəkdir. 1000 dəfə bunu deyib İran ki, biz nüvə silahı əldə etməyəcəyik. Şəhid rəhbərimizin də fətvası var idi və mənim bildiyimə görə Ayətullah Mustafa Xameneyinin də nəzəri həmçinin nüvə silahını əldə etməmək məsələsindədir və bu İranda şəri bir hökmdür və heç kim bunu deyə bilməz ki, ay niyə belə bir şərti İran qəbul edir. Baxın, İran sanksiyalarının götürülməsini istəyirsə, onlar da qarşılığında bir şey istəyəcəklər. Baxın, İran deyir ki, Hörmüz boğazı mənimdir. Açmağını istəyirsənsə, filan şərtləri həyata keçirməlisən və onlar dedilər. Sanksiyalar isə onların əlindədir. Sanksiyaların götürülməsini onlar İranda nüvə sazişnaməsi, nüvə haqqında müzakirəni istəyirlər və bu da məcburdur ki, İran qəbul etsin ki, danışıqlar aparacaq. Və danışıqlarda nə edəcək? Bundan öncə, yəni elə bir imtiyaz verməyəcək ki, İranın ziyanına olsun və Amerikanın xeyrinə olsun. Elə bir imtiyaz verməyəcək ki, İranın milli mənafeyinə və ya İranın
milli təhlükəsizliyinə ziyan olsun. Yalnız elə bir mənafeni və elə bir şərtləri qəbul edəcək ki, indi qeyd edəcəm amma bunu oxuyandan sonra. Yalnız elə bir şərtləri qəbul edəcək ki, bundan öncə də şəhid rəhbərin zamanında da İran o imtiyazları verməyə hazır idi. Niyə? Çünki o imtiyazları verməklə İran heç nə əldən vermir. Birincisi də budur. İran deyir ki, mən bir daha qəbul edirəm ki, nüvə silahı istehsal etməyəcəm. Yəni bunu qəbul etsə də etməsə də istehsal etməyəcək də. Burada fətva var. Ən azından dindar təbəqə bunu qəbul etməlidir ki, İranda fətva varsa rəhbər tərəfindən o fətva möhkəm bir qanundur və heç kəs də o fətvadan geri çəkilməyəcək. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları razılığa gəliblər ki, ehtiyatda saxlanılan zənginləşdirilmiş materialların statusu tərəflərin razılaşacağı mexanizm vasitəsilə və 7-ci bənddə göstərilən vaxt cədvəlinə uyğun olaraq ən azı yerində seyrəltmə üsulu ilə və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həll ediləcəkdir. Beynəlxalq Atom Enerjisi Agentliyi BMT-nin bir hissəsidir, bir qanadıdır. Onların nəzarəti altında o 60% zənginlənmiş 450 kiloqramlıq uran ki var, o faizi azaldılmalıdır daxildə. Donald Trump nə dedi? Dedi, onu ya verimizə ya məhv edəcəyik. 450 kiloqramlıq zənginlənmiş uranı. İran deyir ki, mən bunu daxildə zəiflədəcəm və 20%-a aşağı salacam. Baxın, buna heç kim xəyanət deyə bilməz. Buna heç kim deyə bilməz ki, burada imtiyaz verilib. Niyə? Mən sizə bir şey açıq-aşkar deyəcəm burada. Müharibə başlamamışdan qabaq müzakirə gedirdi Oman ölkəsində, Məskətdə, paytaxtında. Doktor Ərakçi İran tərəfindən, Vitkafla Kuşner də Amerika tərəfindən danışıqlar gedirdi ki, bunlar hücum etdilər. Bura qədər hamı bilir, düzdür. J.D. Vance, Amerika vitse-prezidenti deyir ki, bizim problemimiz budur ki, Xarici İşlər Naziri, müharibədən qabaqdan mən bəhs edirəm, deyir ki, İranın Xarici İşlər Naziri buranı tərk edir, Omanı tərk edir, gedir Tehrana və birbaşa gedir İranın rəhbərinin yanına, şəhid rəhbər. Və prezidentlə heç bir görüşü olmur və birbaşa İranın rəhbərindən tapşırıq alır və gəlir. Və bizim də problemimiz budur ki, bizim Amerikanın prezidenti həmən rəhbərlə görüşə bilmir və danışa bilmir. Yəni ali məqamlı rəhbər, şəhid rəhbərimizin tapşırığı əsasında gedir. Mən o əziz qardaş və o əziz mömin ilahiyyatçıya deyirəm ki, Doktor Ərakçiyə xain deyir. Doktor Ərakçi heç vaxt gedib Pezeşkiyan və ya digərlərinə demirdi ki, mən danışıqlarda birbaşa gedirdi rəhbərin yanına və şəhid rəhbərə deyirdi ki, müzakirələr belə olur və ondan tapşırıq alırdı. Doktor Pezeşkiyan özü bir dəfə ilə həmən vaxtlarda zarafat edir. Mən neçə aydır ki, Doktor Ərakçini görə bilmirəm, o qədər ki, məşğuldur. Yəni birbaşa Doktor Ərakçi ali məqamlı rəhbərə tabe idi. Hətta mən burada da xahiş edəcəm ki, bu 16 saniyəlik bir səsə qulaq asarsınız ki, şəhid rəhbərimizdəndir. این را هم بدانن همه سیاست خارجی در هیچ جای دنیا در وزارت خارجه تعیین نمیشه. سیاست خارجی در همه جای دنیا مربوط به مجامع بالادستی وزارت خارجه است. اون مجامع بالادستی مسئولین عالی رتبه کشور اونا هستند که سیاست خارجی رو البته وزارت خارجه هم مشارکت داره در اینها، لکن اینجور نیست که تصمیم گیری تابع وزارت خارجه باشه. نه، وزارت خارجه مجری است. اینجا در کشور ما هم همینجوره. شورای عالی امنیت ملی است، همه مسئولین در اونجا حضور دارن، تصمیم گیری میشه، وزارت خارجه با شیوه های خودش باعث اونها رو عملی بکنه و پیش ببره. به هر حال نباید ما جوری حرف بزنیم که معناش این است که سیاست های کشور رو باور نداریم و قبول نداریم. باید مراقب باشیم، مراقب دشمن شاد کردن هم باشیم. واقعا جوری نباشه که دشمن رو şad کنیم. Şəhid rəhbərimizin özü deyir ki, ölkənin xarici siyasəti Xarici İşlər Nazirliyində həyata keçmir. Ölkənin xarici siyasəti digər yerlərdə qərar olunur və sadəcə Xarici İşlər Nazirliyi və ya nazir həmən siyasəti icra edir. Ümumiyyətlə dövlət İranda, dövlət ki var, Doktor Pezeşkan başçılıqla icrası qurumdur. Yəni siyasət təyin edən qurum deyil, icra edir. Siyasət İranda belə təyin olunur ki, mən bunu dəfələrlə demişəm, bir daha deyirəm. Milli Təhlükəsizlik Şurası adında bir yer var. Orada ölkənin yekun və əsas siyasətləri, strateji siyasəti təyin olunur və onun təyin olmağa təkcə etibar yoxdur. Həmən təyin olunan gedir və ali məqamlı rəhbərin imzasına və təyidinə çatır, ondan sonra etibarlıdır və o icra olunmalıdır. Bu İranda da siyasət yəni belə icra olunur. Milli Təhlükəsizlik Şurası ki,
prezidentdir, parlament sədridir, prokurorluq qüvvəsinin sədridir, silahlı qüvvələrinin baş komandiridir, Keşikçilər Korpusunun komandiridir, hərbi ordunun komandiridir, Müdafiə naziridir, Xarici İşlər naziridir və Təhlükəsizlik naziri. Bunların tərəfindən icra olunur. Və ali məqamlı rəhbərin təyidi və imzası ilə də həyata keçir, rəsmiləşir. Ali məqamlı rəhbərin tapşırığı ilə doktor Əraksiki getmişdi Ommanda. Bunların hamısını da dedim. Getmişdi ki, orada Ommanda müzakirələrə müharibədən öncə. Orada deyirdi ki, 60% uranın zənginlənmiş uranın 20%-ə qədər zəifləməsinə biz razıyıq. Niyə? Çünki ümumiyyətlə 60% zənginlənmiş uranın hərbi məqsədlərdən başqa heç bir istifadəsi yoxdur, heç bir effekti yoxdur. 20%-ə qədər bəli enerji üçün, tibb üçün, əkinçilik üçün və digər şeylər üçün istifadəsi var. 20%-dan yuxarı zənginlənmiş uranın hərbi baxımından başqa heç bir cəhətdə istifadəsi yoxdur. Ona görə, yəni əgər 20%-ə qədər zənginlənmiş uranın zəifləməsi varsa, bu İranın imtiyaz verdiyi deyil, bu müharibədən qabaq da razılaşdığı bir şərtdir. Müharibədən qabaq doktor Larijani da demişdi ki, biz 20%-ə qədər uranın zəifləməsinə biz razıyıq. Onda burada yenə də İran yeni bir imtiyaz vermir. Bu imtiyazı bütün sanksiyaların, BMT-nin, Amerikanın ilkin və ikinci dərəcəli sanksiyaları və bütün sanksiyaların götürülməsi qarşılığında bu 450 kiloqramlıq uranın 20%-ə zəifləməsi çox məntiqli bir məsələdir. Buna görə, yəni mən bunların hamısını dedim ki, burada da, yəni bu 8-ci bənddə də heç bir xəyanət yoxdur, heç bir ciddi imtiyaz yoxdur. Yalnız İranın hətta müharibədən öncə razı olduğu bir şərtdir. Ölkədən də xaricə çıxmayacaq. Ölkənin daxilində bu prosesi baş verəcək və beynəlxalq atom enerjisinin nəzarət altında olsun. Nə fərqi var ki, olsa olmasın. 9. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları yekun saziş əldə olunana qədər mövcud vəziyyətin qorunub saxlanması barədə razılığa gəlirlər. İran razılıq verir ki, bu 63 gün müddətində, ya indi bu 63 gün uzana bilərsə fərqi də yoxdur. O müddətdə öz nüvə sənayesində və nüvə sahəsində heç bir yenilik etməyəcək, artıq bir şey etməyəcək, mövcud vəziyyəti qoruyacaq və Amerikada qarşı tərəfdən heç bir təhdid, heç bir mühasirə, heç bir yeni sanksiya da əlavə etməyəcək. Yəni, bura qədər baxın, heç bir imtiyaz yoxdur ki, İran tərəfindən verilmiş olsun. 10. Amerika Birləşmiş Ştatları bu anlaşma memorandumun imzalanmasından dərhal sonra və sanksiyaların tam ləğvinə qədər İranın xam neftinin, neft kimya məhsullarının və onların törəmələrini ixrac üçün, eləcə də bank əməliyyatları, sığorta, nəqliyyat və digər əlaqələri xidmətləri daxil olmaqla bütün fəaliyyətlər üzrə Maliyyə Nazirliyinin müvafiq icazə və azad olma sənədlərini təqdim etməyi öhdəsinə götürür. Dünən axşam doktor Bəqai, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü elan etdi ki, bu sanksiyalar aradan götürülüb və İran neftini bu müddətdə azad şəkildə satır. İran neftinin sanksiyaları götürülüb, İran petrokimya və neft ayırma məhsulları azad şəkildə satacaq, İranın bank sistemləri açılır və İranın sığorta şirkətləri də açılır və bu 60 gün müddətində İran yeni bir nəfəs alır. Neftini rahat sata bilir bu 60 günlük dəniz mühasirəsindən sonra. Həqiqətən bunu necə xəyanət qələmə almaq olar, mən hələ də dəhşətdəyəm. 11. Amerika Birləşmiş Ştatları bu anlaşma memorandumu icarəsi ilə eyni vaxtda İran İslam Respublikasına məxsus məhdudlaşdırılmış və ya dondurulmuş bütün vəsait və aktivlərin istifadəyə tam şəkildə asılmasını öhdəsinə götürür. İranın bloklanmış pulları bu müddətdə azad olunur. İranın bloklanmış pulları, İranın öz pulları ki var, bu şərtdə, yəni bu müddətdəki 60 günlük müddətdə İranın öz istifadəsinə gəlir və azad olunur. Burada bəziləri deyirlər ki, yox, İranın özünə bu pul nağd şəkildə gəlmir və Qətərdə qalır və onunla da istifadə edir. Xeyr, baxın, İranın özünə kəş, yəni nağd pul gəlməyə ehtiyac yoxdur. İranın o puldan azad şəkildə istifadə edib özü üçün strateji məhsullarını, özü üçün ərzaqını və ehtiyac olanları alacaqsa, İranın öz ixtiyarındadır. İran daxilinə gəlsə, o pul İran daxilindən çıxmağı da bir məsələdir. O pulu yumaq məsələsi var ki, sanksiyalar düşməsin, əgər varsa. Yəni, o çox məntiqsiz bir sözdür. Yəni, bu pullar tam şəkildə İranın öz ixtiyarına gəlir. Bu da Amerikada ən şiddətli qarmaqal yaradan məsələlərdən biri budur ki, siz getmişsiniz İranda hakimiyyət devirməyə, İrana 300 milyard dollarlıq bir fond yaradırsınız və İranda bloklanmış pullarını azad edirsiniz. Bu necə qələbədir? Donald Trumpa dünən axşamdan bəri hamı bu sual soruşur. Amma təəssüf ki, bəziləri dindarlara belə izah etmək istəyirlər ki, bu məğlubiyyətdir. 12.
İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları bu anlaşma memorandumunun uğurlu icrasına və gələcək yekun sazişə əməl olunmasına nəzarət etmək üçün icra mexanizminin yaradılması barədə razılığa gəlirlər. 2015-də ki BMT-də də təsdiqləndi İranla Amerikanın nüvə sazişnaməsi. Donald Trump bir müddət sonra gəldi, bütün dünyanın gözünün qabağında cırdı, onu atdı qırağa. Amerikanın heç bir əhdə, heç bir imzalamağa, heç bir sözə, heç nəyə ümumiyyətlə bu Amerikanların sadiq qalmaqları və öz əhdlərində sadiq qalmaqlarına heç kimin gözləntisi yoxdur. Yalnız bu tədbirləri onun üçün edirlər ki, dünyaya göstərsinlər ki, baxın biz Amerikanın gətirdiyi 30 illik və nə istədiyi imzaladıq. Bunlar hamısı onun üçündür. Yoxsa baxın Doktor Qalibov da Naxşa bu məsələdə çox gözəl izah etdi. Deyir ki, biz bilirik ki, onlar öz əhdlərinə sadiq qalmayacaqlar və biz bilirik ki, onlar yenə hiylə işlədəcəklər, yenə yeni fitnələr işlədəcəklər. İki model var burada tərsim edilir. Bir, biz deyirik ki, bizim gücümüz məntiqimizdir. İran deyir, İran İslam Respublikası deyir ki, bizim gücümüz bizim məntiqimizdir. Biz haqq cəbhəsiyik. Qarşı tərəf isə deyir, mənim gücüm mənim məntiqimdir. Mən deyirəm, mənim gücüm var deyə mən dediklərimi edəsən. Yoxsa sənin gücündən hədələyəcəm, ya məhv edəcəm. Eləyir də dünyada belə də meşə qanunudur. Yəni Amerika deyir, mən güclüyəm deyə mən nə deyirəm o olacaq, yoxsa bombalayacam, belə edəcəm və eləyir də və heç kim də qabağını ala bilmir. Bu vəziyyətdə hücum etdilər və gücüm məntiqimdir deyən Amerika gəldi və qələt elədimə düşdü və qələt eləyəndən sonra oturdu və bunu imzaladı. Yəni o məntiq ki, mənim gücüm məntiqimdir sındırıldı. Amerika başa düşdü ki, güclə İrana heç bir şərti məcbur edə bilməz, heç bir təslimnamə ala bilməz, gəlir bunu imzalayır. Bu qələbədir. Əsas qələbə budur və bundan sonra nə qaranti var? Qaranti elə həmən gücdür. Həmən gücdür ki, Amerikanı bu sazişnaməyə imzalamağa məcbur edib. Həmən gücdür ki, 40 gün müharibə ərzində Amerikanı bu vəziyyətə saldı. Həmən gücdür ki, İsrail o gücün qorxusundan Zahirə hücum edə bilmir. Yəni sığorta odur. Təzmin odur, garanti odur. İranın raketləridir. Doktor Bəqaidən çox maraqlı bir söhbət etdi. Deyir ki, bizim balistik raketlərimizin xoşları gəlmiş, onlar haqqında danışılsın. Onlar ancaq uçub haransa partlatmağı xoşdurlar. Yəni bizim raketlərimiz bizim heç bir müzakirə mövzumuz deyil və bizim garantimiz. Yəni bu sazişnaməyə və bu razılaşmaya və ya hər nə varsa garanti Amerikanın və Donald Trump'ın imzası deyil, İranın hərbi gücüdür. 14 və son budur ki, yekun sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının hüquqi baxımından məcburi qüvvəyə malik qətnaməsi ilə təsdiqlənəcəkdir. Elə onu da qeyd etdim. Bunlar yalnız rəsmiləşdirmək üçündür. Baxın, müharibə deyirik, düzdür. Biz deyirik ki, müharibədə davam etsin, müharibənin nəticəsi kağız üzərinə gəlməlidir. İqtisadi və siyasi baxımından nağd olmalıdır silahlı qüvvələrin, İran İslam Respublikasının silahlı qüvvələrinin, o igidlərin qəhrəmanlığı. O şəhid tənqidçilərinin, şəhid layicanlərinin və digərlərinin zəhmətləri nağd olmağı bir kağız üzərinə gəlməlidir. Şəhid rəhbərimizin qisasından danışılır. Kim deyib ki, şəhid rəhbərimizin qisasını kimsə almaq istəmir? Şəhid rəhbərin qisası, əziz bir ilahiyyatçımız deyirdi ki, mən bununla razı deyiləm və deyirəm, müharibə davam etməli lazımdır və şəhid rəhbərimizin qisasını almaq lazımdır. Şəhid rəhbərimizin qisasını almağı nədə görürsünüz siz? Bir sualdır, mən soruşuram. Hər kəsin bir təbiri ola bilər. Biri deyə bilər ki, hansısa bir əməliyyat həyata keçsə, şəhid rəhbərin qisası alınır. Kimsə deyir, filan yer məhv olsa, şəhid rəhbərin qisası alınır. Xeyr, elə deyil. Şəhid rəhbərin qisası yalnız Qüdsün fəthi ilə alınacaq. Şəhid rəhbərimizin qisası yalnız Fələstinin azad olmağı ilə alınacaq. Şəhid rəhbərimizin qisası buradakı obyektlərin, hərbi bazalarının məhv olmağı ilə aradan alınmayacaq. Şəhid rəhbərimizin qisası yalnız və yalnız Fələstinin azadlığı ilə alınacaq və o da bir prosesdir. O da bir əməliyyat 5 gün, 10 gün, 20 gün, 40 gün, 1 ay, 2 ay, 1 illik müharibə ilə həyata keçən bir şeydir. O prosesdir ki, 7 oktyabrdan başlayıb və davam edir və davam edəcəkdir inşallah. Bu proses davam edəcək. Necə ki, Ali məqamlı rəhbərimiz Seyyid Mustafa Xamenei ağa bir daha qeyd etdi ki, İsrail növbəti 15 ili görməyəcək. Necə ki, keçmişdə şəhid rəhbərimiz qeyd etmişdi ki, növbəti 25 ili İsrail görməyəcək. Şəhid rəhbərimizin qisası yalnız onunla alınacaq və alınır da. Şəhid rəhbərimizin qisası Livan xalqının cənubunda, Livanın cənubunda yaşayan xalq ki, hamısı da şiələrdir, öz ərazilərindən didərgin düşmüşlər, yarıdan çox ərazidə qayıdırlar öz ərazilərinə.
Bu müharibəyə görə, şəhid rəhbərimizin qanuna görə onlar bu müharibəyə daxil olmuşlar və öz yerlərinə, və öz evlərinə, və öz torpaqlarına qayıdırlar. Şəhid rəhbərimizin qanının qisası bununla alınır. Şəhid rəhbərimizin qanının qisası İran İslam Respublikasının varlığı ilə, siyasi iradəsinin möhkəmliyi ilə və zülmə qarşı baş əyməməklə alınır. Şəhid rəhbərimizin qisası hansısa Amerika bazasında almaq ilə alınmır. Mənim və bizim komandamızın başa düşdüyü bu qədər idi. İnşallah ki, faydalı olmuş olar. Əzizlərdən xahiş edirəm ki, bu propagandalara və düşmən tərəfinə yaranan fitnəyə aldanmasınlar və əziz möminlərdən istəyirəm ki, ayıq olsunlar və bu qələbəni digər möminlər üçün matəmə və ya yasa çevirməsinlər, hansı ki, bəziləri bu işi niyyətli şəkildə edirlər. Bir daha Məhərrəm ayının başlaması münasibətilə sizlərə başsağlığı verirəm və əzadarlıqlarınızda bizi unutmamağınızı diləyirəm. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Allah'a emanet olun.